Səhər tezdən qardaşım Pərviz bizi maşınla Heydər Əliyev Beynəlxalq Hava Limanına yola saldı. Baqajımıza təhvil verib bütün yoxlanışlardan keçdikdən sonra gözləmə zonasına keçdik və uçuş vaxtını səbirsizliklə gözlədik. Nəhayət təyyarəyə minib ilk dayanacağımız olan İstanbula yola düşdük. İstanbul Yeni Hava Limanında bizə təxminən 3 saatlıq gözləmə vaxtı gözləyirdi. Bu vaxtı isə boş keçirmədik. Hava limanının geniş mağazalarını, vitrinlərini və satış mərkəzlərini maraqla gəzdik. Elə maraqlı idi ki, vaxtın necə keçdiyini heç hiss etmədik. Sonra Almaniyaya uçuşumuzun vaxtı çatdı. Qapıya yaxınlaşıb ikinci təyyarəmizə mindik və yeni macəraya doğru yola çıxdıq. Uçuş boyu təqdim olunan yeməklər həm dadlı, həm də çox keyfiyyətli idi. Təyyarədə hər kəs üçün fərdi əyləncə sistemi olduğundan film izlədik, müxtəlif oyunlar oynadıq və yolun necə bitdiyini hiss etmədik. Təyyarə çox geniş, rahat və komfortlu idi. Nəhayət Almaniyaya çatdıq. Hava limanında bizi qardaşım böyük sevinclə qarşıladı. Bir qədər dincəldikdən sonra isə şəhəri gəzməyə çıxdıq. İlk dayanacaqlarımızdan biri Şprey çayının sahili oldu. Burada sakit və füsunkar mənzərənin fonunda xatirə şəkilləri çəkdirdik. Çayın sahili boyunca gəzərkən Berlinin müasir memarlığı və gözəl atmosferi bizi valeh etdi. Sonra Berlinin ən məşhur simvollarından biri olan Brandenburg qapısına gəldik. 18-ci əsrin sonunda tikilən bu qapı uzun illər Berlin divarı səbəbindən keçilməz sərhədin bir hissəsi olub. Almaniya yenidən birləşdikdən sonra isə azadlığın, sülhün və birliyin rəmzinə çevrilir. Bu gün Berlinə gələn hər turist mütləq burada xatirə şəkli çəkdirir. Berlinə gələsən, oranın ləzzətli, məşhur dönərini dadmayasan. Məni ən çox heyran edən yerlərdən biri Berlin Mərkəzi Dəmiryol Vağzalı Berlin Hauptbahnhof oldu. Vağzalın bir neçə mərtəbədən ibarət qatar sistemi var idi və yeraltı ilə yerüstü xəttlər bir-biri ilə əlaqələnirdi. Qatarlara minərkən və düşərkən qapılar düymə ilə açılırdı ki, bu da bizim üçün maraqlı təcrübə oldu. Stansiyalarda tez-tez küçə musiqiçilərinə rast gəlirdik. Onlar canlı musiqi ifa edərək həm insanlara xoş əhval bəxş edir, həm də bu yolla qazanc əldə edirdilər. Bu atmosfer Berlin səyahətimizi daha da yadda qalan etdi. Berlini gəzməyə davam etdikcə şəhərin hər küçəsində tarix və müasirliyin necə gözəl vəhdət təşkil etdiyini hiss edirdik. İlk olaraq Qələbə sütunu ziyarət etdik. Təxminən 67 metr hündürlüyündə olan bu abidə Almaniyanın 19-cu əsrdə qazandığı qələbələrin şərəfinə ucaldılıb. Zirvəsində isə qızılı rəngdə parlayan zəfər ilahəsi Viktoriya heykəli yerləşir. Bundan şəhərin möhtəşəm panoraması görünür. Abidənin daxilində daxil olduqda bizi maraqlı bir ekspozisiya qarşıladı. Burada Berlinin, Parisin, Viyananın, Moskvanın və digər məşhur şəhərlərin görməli yerlərinin kiçik maketləri nümayiş etdirildi. Sanki bir neçə ölkəni və şəhəri eyni məkanda gəzmək mümkün idi. Bu maketlər həm çox maraqlı, həm də öyrədici idi. Və biz də onların görüntülərini çəkərək bu gözəl anları sizinlə bölüşmək qərarına gəldik.
Daha sonra Berlin divarının günümüzə qədər qorunub saxlanılan hissəsini gördük. Vaxtilə bu divar şəhəri iki hissəyə ayırırdı və ailələr, dostlar, hətta qohumlar uzun illər bir-birindən ayrı düşmüşlər. Bu gen divarın qalan hissələri insanlara azadlığın və birliyin dəyərini xatırladan tarixi abidə kimi qorunur. Daha sonra Berlinin məşhur alış-veriş küçələrindən birinə yollandıq. Burada dünyanın məşhur şokolad brendi olan M&M's mağazasını ziyarət etdik. Mağazanın içərisində rəngarəng M&M şokoladları, maraqlı suvenirlər və hədiyyələr var idi. Burada həm şəkillər çəkdirdik, həm də mağazanı maraqla gəzdik. Səyahətimizin növbəti dayanacağı isə möhtəşəm Berlin katedralı oldu. Yaşıl günbəzli və möhtəşəm memarlığı ilə seçilən bu bina Berlinin ən gözəl abidələrindən biridir. Bu möhtəşəm bina 1905-ci ildə tamamlanıb və Berlinin ən məşhur tarixi memarlıq abidələrindən biridir. Katedral təkcə ibadət yeri deyil, həm də konsertlərin, mədəni tədbirlərin və dini mərasimlərin keçirildiyi bir mərkəzdir. Katedralın qarşısındakı parkda dincələn insanlar, ətrafdakı sakit atmosfer və uzaqda görülən Berlin televiziya gülləsi şəhərə tamam başqa bir gözəllik qatırdı. Şprit çayı üzərində gəmi turuna çıxdıq. Gəmidən Berlini tamam başqa gözlə görmək imkanı qazandıq. Tur zamanı bələdçi şəhərin tarixi binaları haqqında həm alman, həm də ingilis dilində maraqlı məlumatlar verirdi. Çayın sahilindəki möhtəşəm mənzərələr isə bu gəzintini səyahətimizin ən yadda qalan anlarından birinə çevirdi. Yolumuzu Berlinin ən məşhur meydanlarından biri olan Alexanderplatz-a saldıq. Burada dünyanın müxtəlif şəhərlərinin saat qurşaqlarını göstərən məşhur dünya saatını yaxından gördük. Bu meydan hər zaman turistlərlə dolu olur və Berlinin ən canlı yerlərindən biridir. Berlinin ən məşhur tarixi məkanlarından biri olan Checkpoint Charlie-yə gəldik. Bura vaxtilə şərqi və qərbi Berlini ayıran ən tanınmış sərhəd keçid məntəqəsi olub. Soyuq müharibə illərində yalnız diplomatlar, hərbiçilər və xüsusi icazəsi olan şəxslər buradan keçə bilirdilər. Hətta 1961-ci ildə burada ABŞ və SSR-in tankları üz-üzə dayanaraq dünyanı müharibə təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu gün isə Checkpoint Charlie azadlığın və Berlinin keşməkeşli tarixinin simvoluna çevrilib. Buraya gələn hər kəs həmin dövrün ab-havasını hiss etmək və tarixi yaxından tanımaq imkanı qazanır. Beləcə, Berlin bizim üçün sadəcə gəzdiyimiz bir şəhər deyil, hər addımında tarix danışan, eyni zamanda müasir həyatı ilə insanı heyran edən bir paytaxt oldu. Burada ayrılarkən yaddaşımızda yalnız gözəl şəkillər deyil, həm də unudulmaz xatirələr qaldı. Sağ ol İsmail, görüşənədək öpürük səni.